Buyur. Akşama xeyir dostum. Uşaqlar, çok üzr istəyirəm dostum. Uşaqlar, zəhmət olmasa yayını kütləvi şəkildə paylaşaq. Toplu şəkildə paylaşılsın yayın. Yayın qalxma deyəsən, neysə. Hə, buyur qardaş. Sual verməyə qalxmışam. Mən bildiyim qədər siz Vətən müharibəsi iştirakçısınız. Deyəsən elə də. Bu Vətən müharibəsində ölən şəhidlər, yəni xiyabanda uyanlar, yəni cənnətə gedib ya yox? Sizcə? Mən sizə sual verirəm. Məncə cənnət yox da. Deməli, cənnətə getməyiblər ölən şəhidlər. Yox. İkinci sual da budur ki... Yox, bunu aydınlaşdıraq, ondan sonra tam detaylı cavabınızı bilmiş. Yox, getməyiblər də. Yox, mən o da demirəm da. Yox, səbirli olun, əmin olun da. Yəni, boş-boşuna ölüblər. Boş-boşuna ölməyiblər. Vətən uğrunda, sənin, mənim qriyyətimiz uğrunda ölüblər, dostum. Yəni, əgər, belə deyək, ilahə, ədalət yoxsa öz həyatlarının başqaları üçün qurban verən insanlar haqqı necə bərpa olunur? Haqqı bərpa olunmur. Bu bir fədakarlıqdır, vətən fədakarlığıdır və vətən sevgisinə bağlıdır. Sənin vətən sevgisi ilə bağlı anlayışın olmaya bilər bu sənin şəxsin. Qəbul edilir. İkinci sual. Yox, səbirli ol. Həcc ümrə ziyarəti. Ekrana baxaq bir dənə mümkünsə bunu tam dəqiqləşdirin ondan sonra. Burada mənə vətəni göstərin də zəhmət olmasın. Yox, mən sual verməyə qalmışım. Yox, bildim də bir dənə göstərin, mən bilim ki, siz əmin oldunuz, aydın oldunuz. Mən bilməm, mən Quran bilməm. Buyurun, ikinci sualınızı verin, yaxşı. Bu sual, insanlar həcc ziyarətinə gedirlər də, yəni bu da boş-boşunadır. Bəli, boş-boşunadır. Ərəblər yedir. Onda Prezident İlham Əliyev də, İlham Əliyev də boş-boşuna ziyarət edir. Ziyarət niyyətinin heç bir mənası yoxdur, amma struktur və siyasət olaraq bəli işə yarayır. Boş-boşuna gedirlər yəni. Sən indi güya provokasiya edirsən də, hə? Yox. Mənə baxayım. Sənə bir dənə sual, eyni sualı mən də sənə qaytarıb verirəm. Prezident sabahı xristiyan olsa qəbul edəcəksən xristiyanlığı. Mən suala cavab verməyə qalxmamışam ki, mən sual verməyə qalxmışam. Cavab verə bilmirsən, niyə? Bura ən müqəddəs ziyarətgahdır və hər bir müsəlmanın ömür vaxtı arzusu, niyyəti olur ki, buranı ziyarət etsin. Şübhəsiz ki, hamıya bu nəsib olmur, qismət olmur. Ancaq bugün bizə bu qismət olubdur. Bizim başqa arzularımız da müstəqil Azərbaycanın bu bəladan xilas olması, Azərbaycanın torpaqlarının tamamilə işğal olmuş torpaqlarının azad olması, müharibə son qoyulması arzumuz da yerinə yetəcəkdir. Əgər Allah bu arzunun, bizim bu arzumuzu yerinə yetirməyə imkan veribsə, demək o arzularımızın da yerinə yetirilməsinə kömək edəcəkdir. Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam, 1 dəfə rəhmətlik atamla, 3 dəfə isə prezident kimi və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allah'tan xahiş edirdim ki, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək. O xoşbəxtliyi bizə nəsib etsin. Biz yenə də dədə-baba torpağımıza qayıdaq. Və bir də Allah'a şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib və biz gücümüzü səfərbər edərək bu tarixi günləri yaşayırıq. Bu həqiqətən də tarixi günlərdir. Bəlkə də çox əsirlik Azərbaycan tarixində buna bənzər, şərəfli və qürurlu günlər olmuyor. Fikrimizcə, mədəniyyətlər arası və dinlər arası dialoqun təşviqi bizim gündəliyimizdə öndən duran məsələ olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması və təhqir olunması və buna ifadə azadlığı adının altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbul olunmazdır və bu pislənilməlidir. Və bugün İslama qarşı çirkin kampanya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına
həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatlar çərçivəsində rəy formalaşdırırlar ki, İslam təhlükədir dünya üçün. İslamı terrorizmlə eyniləşdirirlər. İslamofobiya rəvac verirlər. İslam sülh dinidir, mərhəmət dinidir, dostluq dinidir. Və biz Azərbaycanda İslam dəyərlərini dünyaya təqdim etmək üçün fəal iş aparırıq.